Diqqət! Gecə gündüz işləyib, çalışıb, vuruşub, övladına yaxşı gün güzaran, ev, maşın, pul, miras qoyub getmək istəyən ataların nəzərinə bir elan. Çox faydalı bir elan. Uşaq üçün ən yaxşı sərmayə qoymağın yolu qoşul bu kişiyə rüşvətlə mübarizə aparaq. Bəli. Heç nə bacarmırsan, heç olmasa rüşvət vermə. Sən verməsən, alan olmayacaq. Əgər rüşvət yığışdırılsa, sənin oğluna nə ev lazımdır, nə də sənin qoyub getdiyin o miras. Sabah oğlun deputat da olar, nazir də olar. İstənilən bir dövlət vəzifəsində, kürsüdə də otura bilər. Bəli, rüşvət olmasa olar. Yaxşı sərmayə qoymaq istəyirsənsə, işıqlı, şəffaf, demokratik Azərbaycan üçün sərmayə qoy ki, oğlun da inkişaf eləmiş bir şəffaf, demokratik bir ölkədə vətəndaş olsun. Rüşvət olmasa, savadı, bacarığı olan oğlun nazir də olacaq, deputat da. O nazirlər, deputatlar və yaxud digər vəzifə sahibləri başqa planetdən gəlməyib. Onlar da bizim xalqın nümayəndələridir. Sadəcə nə qədər ki sən rüşvət verirsən, o şəffaflığı elə sən özün körləyirsən. Sən vermə, görək kim alacaq. Vəssalam. Və mən sənə əmin edirəm ki, vaxt gələcək, buna çox sevinəcəksən. Bir ata olaraq oğlunu yaxşı bir vəzifədə, övladını yaxşı bir vəzifədə görəndə sevinəcəksən. Bundan yaxşı sərmayə ola bilməz. Bəli.